Bismillahirrahmanirrahim. İnsanlarla daha yaxşı münasibətlər qurmaq üçün 5 tövsiyə. 1. Empatiya quraq. Qarşınızdakı şəxsin vəziyyətini anlamağa çalışın. Onun yerində olsaydınız, necə hiss edərdiniz? 2. Səmimi olun. Münasibətlərdə dürüstlük və açıqlıq önəmlidir. Hisslərinizi və düşüncələrinizi açıq şəkildə ifadə edin. 3. Qarşılıqlı hörmət. Hər kəsin fikirlərinə və hisslərinə hörmətlə yanaşın. Müxtəlif fikirləri qəbul etmək münasibətləri gücləndirir. 4. Dinləmə bacarığı. Qarşınızdakı şəxsin nə dediyini diqqətlə dinləyin. Onun nə düşündüyünü və hiss etdiyini anlamaya çalışın. 5. Geri bildirim verin. Müsbət və konstruktiv geri bildirimlər münasibətləri inkişaf etdirir və qarşılıqlı anlayışı gücləndirir.